Esselamu Aleyküm Rahmetullah Barakı değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Allah hamd olsun ki bugün broilerlerimizin 31 günleri tamam oldu. İnşallah beraber çəkək, teraziyə qoya bilək ki, neçə kilogram. Deməli, değerli izleyiciler, 30 gündə broiler cücələri 1 kilo 400, 1 kilo 800 gram olur. Yem normal olanda yaxşı olur. Amma heyvan stres keçirdəndə, yem zəif olanda və yaxud da soyuq olanda heyvana düşür 1 kilo 200, 1 kilo 400 gram. İnşallah bir çəkək, qoyaq təraziyə. Gördüğünüz kimi aşağıda 4 tane aşağı salmışam, qalanı da yuxarıda. Bunlardan 4 tane birini götürək, qoyaq təraziyə inşallah. Değerli izleyiciler, 1 kilo 400, 1 kilo 460 gram. Bir kilo 350 gram. İnşallah hələ ki normaldır. Allah həmd olsun. Değerli izler, onu da bilmək lazımdır ki, mən öz yem cəhdin yemlə verirəm. Çünki bunlar bu yemdə inşallah çoxma qayda budur. Bir kilo 240 gram. Həmd olsun Allah'a. Yani inşallah mən güman edirəm pis deyil. Bəlkə də indi bəziləri soyuqlayır, bəlkə də ola bilər stres keçirdir, biraz çəkisi azdır, amma yenə də elhamdülillah pis deyil. Əsas odur ki, salamatdırlar. Bax belə dəyərli izləyicilər. İnşallah mən yenə də xatırladıram. Bunları mən vaksin etmədim. Üstə gəldə yemi indi verirəm 18-19%'dır. İnşallah nəticə Allah'ın köməyi ilə 40-45-ci gündə görünər. Bu qədər dəyərli izləyicilər. Allah'a emanet olun. Abone olmayan abone olsunlar. Mənə dəstək olun. Şərh yazın. Bəyanin inşallah. Dəyərli izləyicilər. Esselamu Aleyküm və Rəhmətullah Barakatuhu.